İki övladını vətənə əmanət edib döyüşlərə könüllü qatılan əsgər Abbasov Natiq Faiqoğlu 1995-ci ilin aprel ayının 21-də Daşkəsən rayonunda anadan olub. O 1998-ci ildə Daşkəsən şəhəri İmadəddin Nəsimi adına bir nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2009-cu ildə həmin məktəbdən məzun olub. Natiq Abbasov 2009-cu ildə Bakı şəhərində və Naxçıvan Muxtar Respublikasında yerləşən en saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. O, hərbi xidmətdən qayıtdıqdan sonra mülki işlərdə çalışıb. Natiq Abbasov 2-ci Qarabağ müharibəsinə könüllü şəkildə qatılır. O, Kəlbəcərin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə böyük şücaət göstərir. O, sentyabrın 29-da Murov dağda ağır yaralanaraq hospitala köçürülür. Natiq Abbasov 2-ci dərəcəli vətən müharibəsi əlili kimi ordudan təxris edilir. Ailəlidir. 2 övladı var. Azərbaycan Respublikasının prezidentinin sərəncamlarına əsasən Natiq Abbasov Kəlbəcərin azad olunmasına görə və hərbi xidmətlərə görə medalları ilə təltif edilir. O, həmçinin vətən müharibəsi iştirakçısı medalı ilə də təltif edilir.